Gülməli adamın yoxsu. Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Onlara hələ də gülməli görünməsəydim, dəli sayılmağım rütbəmin qalxması olardı. Amma daha heç acıqlanmıram. İndi onların hamısı mənə əzizdir. Üstümə güləndə də niyəsə lap əziz gəlirlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim. Əlbəttə özümə yox, onları sevdiyimdən gülərdim. Kədərimin səbəbi budur ki, mən həqiqəti bilirəm, onlarsa yox. O, həqiqəti tək bilmək adama necə də çətindir. Amma onlar bunu başa düşməz. Yox, başa düşməz. Əvvəllər isə gülməli göründüyümə görə yaman sıxılırdım. Yox, gülməli görünmürdüm. Elə gülməli idim ki, var. Mən həmişə gülməli olmuşam. Bunu bəlkə də doğulduğum gündən bilirəm. Ola bilsin artıq 7 yaşımdaykən gülməli olduğumu bilirdim. Sonra məktəbdə oxudum. Daha sonra universitetdə. Amma nə işin, oxuduqca gülməli olduğumu daha çox aşkarlayırdım. Axırda bütün universitet elmi elə bil ona görə mövcud idi ki, onun dərinliklərinə vardıqca gülməli olduğumu mənə daha çox anlatsın. İldən ilə gülməliyim haqda fikrim hər tərəfli artıb möhkəmlənirdi. Mənə hamı və həmişə gülüb, amma onların heç biri bilmir və ağlına da gətirmirdi ki, dünyada gülməli olduğumu ən çox bilən adam varsa, o da elə özüməm. Bax, mənə ağır gələn bu idi ki, bunu bilmirdilər, ancaq günah özümdə idi. Hər zaman o qədər qürurlu olmuşam ki, bunu heç kimə açmaq istəməmişəm. Bu məğrurluğum ilbəyilə artırdı. Birdən kiminsə yanında da gülməli olduğumu təsadüfən boynuma alsaydım, məncə onda oradaca elə o axşam başımı tapanca ilə dağıdardım. O, yeniyetməlik çağlarımda dözə bilməyib qəflətən yoldaşlarıma etiraf edəcəyimdən necə də əzab çəkərdim. Gəncləşdikcə bu dəhşətli xüsusiyyətim haqda getdikcə daha çox öyrənsəm də, nədənsə biraz sakitləşdim. Məhz nədənsə iş orasındadır ki, bunun nədən belə olduğunu hələ indi də tapa bilməmişəm. Bəlkə də buna səbəb məni son dərəcə üstələyib, qəlbimə yığışan qorxunc bir kədər idi. Dünyanın hər yerində hər şeyin eyni olduğu fikri ağlımı sarmışdı. Çoxdan bunu hiss etmişdim. Amma axırıncı il birdən-birə buna tamam əmin oldum. Dünyanın mövcud olub olmamasının mənə fərq etmədiyini hiss etdim birdən. Bütün varlığımla ətrafımda heç nəyin olmadığını duymağa başladım. İlk əvvəl mənə elə gəlirdi ki, bunun əvəzində öncələr çox şey olub. Ancaq sonra başa düşdüm ki, heç o vaxtlar da heç nə olmayıb. Ancaq elə gəlib ki, güya nəsə var. Yavaş-yavaş yəqin etdim ki, heç vaxtda heç nə olmayacaq. Bundan sonra birdən-birə adamlara acıqlanmağımı yerə qoyub, demək olar heç kəsə fikir vermədim. Doğrudan da bu hətta lap boş şeylərdə özünü büruzə verirdi. Məsələn, yolda adamlarla toqquşurdum. Fikirli olduğumdan yox, nə haqda düşünə bilərdim ki. O vaxt düşünməyin daşına tamam atmışdım. Heç nəyin fərqi yox idi mənə. Öz suallarıma cavab axtarsam yaxşı olardı. Onlar o qədər idi ki. Amma heç bir cəziyini də həll etmədim. Mənə fərqi olmadığından suallar da yoxa çıxdı. Sonra da həqiqət tapdım. Həqiqəti keçən noyabrda, özü də 3 noyabrda tapdım. O vaxtdan da hər bir anım yadımdadır. Çox tutqun, zülmət qaranlıq idi. Axşam saat 11-də evə qayıdırdım. Dəqiq yadımdadır. Fikirləşdim ki, görəsən bundan da ürək sıxıcı qaranlıq olarmı? Hətta fiziki cəhətdən. Yağış bütün günü yağırdı. Bu, ən soyuq və zülmətli yağış idi. Hətta vahiməli idi. Yadımdadır. Sanki adamlara qarşı aşkar bir düşmənçiliklə yağırdı. Saat 11-də yağış birdən-birə kəsdi. Əvvəlki nəmişlik və soyuğu daha betər rütubət əvəzlədi. Hər şeydən də, hər küçədəki daşdan, hər görünən döngədən buğ qalxırdı. Birdən ağlıma gəldi ki, hər yanda qaz sönsəydi, bundan yaxşı olardı. Axı qaz hər şey işıqlandırıb ürəyi sıxır. O gün demək olar ki, nahar etməmişdim. Axşamdan da bir mühəndis gilləydim. Məndən başqa ora 2 səfək qonaq da gəlmişdi. Elə hey sustuğumdan, deyəsən cəmaatı da bezdirmişdim. Onlar nədənsə mübahisə edir, hətta birdən-birə özlərindən çıxırdılar da. Amma gördüm ki, onlara fərqi yoxdur. Elə-belə qızışırlar. Elə birdən bunu onların üzünə dedim. Cənablar, axı sizə fərqi yoxdur, Dedim. Küsmədilər. Eləcə gülüşdülər. Ona görə ki, tənəsiz filansız dedim. Sadəcə mənə fərqi olmadığından dedim. Onlar da bunu görəndə sevindi. Küçədə qaza düşünərkən göyə baxdım. Göy dəhşət tutqun idi. Paramparça buludların arasından da aydınca çox tünd ləkələr görünürdü. Bir qara buludun üstündə gözümə xırda ulduz dəydi. Diqqətlə ona baxdım. Səbəb bu idi ki, ulduz ağlıma bir fikir saldı. Bu gecə özümü öldürməyə qət etdim. İntihar etmək fikrinə hələ 2 ay öncə gəlmişdim. Nə qədər kasıb olsam da,
əla bir tapanca alıb elə həmin gündə içini doldurmuşdum. Amma üstündən 2 ay keçsə də, o hələ də qutudaydı. Hər şeyə o qədər biganə olmuşdum ki, axırda biganə olmadığım barı bircə dəqiqə tapmaq istəyirdim. Niyə? Heç özüm də bilmirəm. Beləliklə, bu 2 ayda hər gecə evə qayıdarkən özümü güllələyəcəyimi düşünürdüm. Elə hey o dəqiqələri gözləyirdim. Bu balaca ulduz isə indi ağlıma fikir saldı. Mən də qərara gəldim ki, məsələ hökmən elə bu gecə olacaq. Balaca ulduzun bunu ağlıma salma səbəbini isə bilmirəm. Hə, göyə baxdığım vaxt birdən bu qızcığaz dirsəyimdən yapışdı. Küçə artıq boşalmış, demək olar heç kəs yox idi. Uzaqda dayanan arabada bir faytoncu yatırdı. Qızın 8 yaşı olardı. Başında kiçik yaylıq, əynində də don. Tamam islanmışdı. Yadımda isə əsasən onun cırıq yaş başmaqları qaldı. İndi də yadımdadır. Onlar xüsusi gözümə dəydi. O, qəfildən dirsəyimdən dartıb məni çağırmağa başladı. Ağlamırdı. Amma qızdırma içində tir-tir titrədiyindən düzəməlli tələffüz edə bilmədiyi sözləri qırıq-qırıq qışqırırdı. O nəyəsə görə vahiməyə düşüb, Anacan, anacan, deyib çığırırdı. Bir istədim üzümü ona tərəf çevirim, amma heç nə deməyib yoluma davam etdim. O isə arxamca qaçıb məni dartır, səsində də ürkək uşaqların dilindəki çarəsizlik duyulurdu. Bu səsi tanıyıram. Sözləri qırıq-qırıq desə də anladım ki, haradasa anası ölür, ya da orada başlarına bir iş gəlib. O da kimsə anasına yardıma çağırmağa, nəysə tapmağa cumub. Lakin onun dalınca gelmədim. Tərsinə, birdən onu qovmaq istədim. Əvvəl onu dedim, Qorodovoyu tapsın. Qızcığaz isə balaca əllərini büküb, hıçqıra-hıçqıra, tövşüyə-tövşüyə, hey böyrümcə qaçır, məni buraxmırdı. Bax, onda ayağımı yerə vurub üstünə çığırdım. O yalnız, cənab, cənab, deyərək qışqırdı. Sonra da birdən-birə məndən əl çəkib cəld küçəni keçdi. Yolda bir başqası görünmüşdü. Yəqin məndən ona qaçdı. 5-ci mərtəbəmə qalxdım. Kirayə evdə yaşayıram. Otağım kasıb, balaca, pəncərəm də çardaqlı yarım dairəvidir. Mənim müşəmbə divanım, üstü kitablı masam, 2 oturacağım və rahat, çoxdanın köhnəsi olsa da bir Volter kürsüm var. Əyləşdim. Şamı yandırıb fikirləşməyə başladım. Yanımdakı o biri otaqda, arı kəsmənin dalında mələkə davam edirdi. Ayın 3-dən davam edirdi. Orada istifaya çıxmış bir kapitan yaşayırdı. Yanında da 6 avara qonağı var idi. Onlar araq içib, köhnə kartlarla ştos oynayırdı. Keçən gecə aralarına dava düşmüşdü. Bilirəm. 2 nəfər saççı olmaya da qalxmışdı. Sahibə qadın şikayət etmək istəyirdi. Amma kapitandan yaman qorxur. Bizdən başqa bu kirayə evlərdə alçaqboy, arıq bir hərbçi xanım yaşayır. 3 balaca uşağı burada xəstələnmiş. Bu qadın da, uşaqları da kapitandan elə qorxur ki, bütün gecə əsir, xaç çevirirlər. Körpəsinin isə qorxudan tutması tutmuşdu. Bu kapitan, dəqiq bilmirəm, hərdən Nevskidən keçənləri dayandırıb pul istəyir. Onu xidmətə götürmürlər, amma qəribə işdir. Elə buna görə danışıram. Kapitanın burada yaşadığı cəmi 1 aydır, amma mənə heç bir dirxolçuluq yaratmayıb. Tanışlıqdan əlbəttə lap əvvəldən boyun qaçırdım. Elə onun özü də ilk gündən mənimlə darıxdı. Ara kəsmədən nə qədər bağırışsalar da, neçə nəfər olsalar da, mənə heç vaxt fərq eləmirdi. Bütün gecə otururam. İnanın da, heç kəs eşitmirəm. O dərəcədə hamını unuduram. Axı artıq 1 ildir ki, gecələr səhəri də yatmıram. Bütün gecə masanın yanında kürsüdə boş bekar otururam. Kitab yalnız gündüz oxuyuram. Oturub heç nə də fikirləşmirəm. Sadəcə beynimdə cürbəcür düşüncələr fırlanır. Mən də onları azadlığa buraxıram. Gecə şam tamamilə əriyir. Sakitcə masanın arxasından keçib tapancanı çıxartdım. Qarşıma qoydum. Onu qoyarkən yadımdadır. Öz-özümdən. Eləmi? Soruşdum. Özümə qəti cavab da verdim ki, Elə. yəni özümü güllələyəcəm. Bilirdim ki, özümü dəqiq bu gecə öldürəcəyəm. Amma masanın arxasında hələ nə qədər oturacağam, bunu bilmirdim. Əlbəttə, özümü güllələyirdim də. Bu qızcığaz olmasaydı. Fikir verin. Mənə heç nəyin fərqi olmasa da, ağrını ki, məsələn, hiss edirdim. Bir adam məni vursaydı, ağrını hiss edərdim. Beləcə də mənəvi cəhətdən, ürək ağrıdan bir hadisə baş versəydi, heç nəyə biganə olmadığım çağlarımdakı kimi narahat olardım. Yazığım da gəldi. Kimə də eləməsəm, uşağa hökmən yardım edərdim axı. Onda qıza niyə kömək eləmədim? Ağlıma gələn bir fikrə görə, o qız məni dartıb sağranda qəflətən qarşıma bir sual çıxmışdı. Mən onu həll edə bilmirdim. Boş sual idi, amma hirsləndim. Ona görə hirsləndim ki, bu gecə öz-özümlə vidalaşacağıma qərar vermişəmsə,
onda deməli, başqa vaxtda nisbətən indi mənə heç nəyin fərqi olmamalıdır. Bəs mənə fərqi olduğunu və qıza yazığım gəldiyini niyə hiss etdim? Yadımdadır. Yaman yazığım gəldi ona. Hətta öz çətin və qəribə vəziyyətimdən dözülməz bir ağrı yaşadım. Doğrusu, içimdəki ötəri duyğuları daha yaxşı dilə gətirə bilmirəm. Amma o hiss evdə də, masanın arxasında da, oturanda da davam edirdi. Çoxdan belə acıqlı olmamışdım. Fikrə qoşulurdu. Aydın olurdu ki, hələ ki insanamsa, hələ sıfır deyiləmsə və sıfıra dönməmişəmsə, deməli yaşayıram. Beləliklə öz hərəkətlərimə görə əzab, xəcalət çəkib hirslənə bilərəm. Qoy olsun. Lakin özümü öldürəcəyəmsə, məsələn, 2 saatdan sonra onda qız nədir? Utanmaq zad nədir? Mən sıfıra dönürəm, mütləq sıfıra. Birazdan tamamilə yoxa çıxacağımın, heç nəyində deməli daha mövcud olmayacağının dərki, nə qızcığaza qarşı mərhəmət hissinə, nə də etdiyim əzlaflıqdan sonraki xəcalət hissinə təsir etməmişdimi görəsən. Axı mən elə bu səbəbdən ayağımı yerə döyüb, bədbəxt uşağın üstünə vəhşi səslə bağırdım. Yəni, nəinki yazığım gəlmir, zalımlıq da eləsəm, elə indi edərəm. Çünki 2 saatdan sonra hər şey sönəcək. İnanırsınızmı? Buna görə qışqırdım. İndi demək olar, buna əminəm. İndi həyatın, dünyanın sanki tək məndən asılı olduğunu aydınca görürəm. Hətta belə deyək, dünya indi elə bil tək məndən ötürü yaradılıbmış. Özümü öldürüm, dünya da olmayacaq. Hər halda mənim üçün. Hələ onu demirəm ki, bəlkə həqiqətən də məndən sonra heç kim heç nə olmayacaq. Və yalnız mənim şuuruma mənsub bir şey kimi bir kabus tək bütün aləm də yoxa çıxacaq, sönəcək. Çünki bəlkə də bütün bu dünya və bütün bu insanlar tək elə mən özüməm. Yadımdadır, oturub düşünərkən ard-arda yığışan bütün bu yeni sualları tamam bir tərəfə qoyub lap yenisini uydururdum. Məsələn, birdən ağlıma qəribə fikir gəldi ki, görəsən əvvəllər ayda və yaxud Marsda yaşasaydım nə olardı? Qorxulu yuxularda yalnız təsəvvür edilə bilən, həyasız və şərəfsiz iş görsəydim orada. Ona görə də orada söylüb rüsvay olsaydım, sonra da yerə qayıdıb başqa planetdə etdiklərimi idrak etsəydim. Bundan da əlavə, oraya artıq bir də heç vaxt qayıtmayacağımı bilsəydim, yerdən aya baxanda mənə fərqi olardı ya yox? O hərəkətə görə xəcalət çəkərdim, yoxsa yox? Suallar mənasız və artıq idi. Çünki tapanca gözümün qabağındaydı. Mən də bütün varlığımla bilirdim ki, bu mütləq olacaq. Amma suallar məni qızışdırır. Mən də cinlənirdim. İndi nəyisə əvvəlcədən həll etməmiş ölə bilməzdim sanki. Bir sözlə, bu qızcığaz məni xilas etdi. Çünki suallarla atəşi gecikdirdim. Bu arada kapitanın da otağı sakitləşməkdəydi. Onlar kart oynamaqlarını bitirib yatmağa hazırlaşır. Hələlik isə mırtlana-mırtlana, əlinə söyüşmələrini başa vururdular. Bax elə burada, məndən çıxmayan iş. Birdən masanın arxasında, özümdən xəbərsiz, kürsüdə yuxuya getdim. Məlumdur, yuxular çox qəribə olur. Bəzən bir şeyi zərgər dəqiqliyi ilə olduqca aydın görürsən, bəzən də sanki məkan və zamanın üstündən tullanırsan. Deyəsən yuxuları təkə yox, istək, baş yox, ürək yönləndirir. Amma bununla belə ağlım hərdən elə hoqqalar çıxarır, gəli görəsən. Bəzən yuxuda elə şeylər baş verir ki, lap mat qalırsan. Misal üçün, qardaşım 5 il bundan öncə rəhmətə gedibdir. Hərdən onu yuxumda görürəm. O işlərimdə iştirak edir, başımız nəyəsə qarışır. Bununla bərabər onun öldüyünü və bastırıldığını bütün yuxu boyu bilirəm, unutmuram. Onda o ölü olsa da burada, yanımda mənimlə birgə çalışmağına necə təəccüblənmirəm. Ağlım niyə bunlara yol verir? Ancaq daha bəsdir. Keçirəm yuxuma. Hə, bu yuxunu onda gördüm, 3 noyabrdakı yuxumu. Onlar indi bunun sadəcə yuxu olduğunu deyib mənə sataşırlar. Bu yuxu mənə həqiqəti açıbsa, onun yuxu olub olmamasının nə fərqi var axı? Bir dəfə həqiqəti görüb tanıdınsa, bilirsən ki, yuxu və ya gerçəklikdə olursa olsun, bu həqiqətdir və bundan başqası yoxdur. Yuxudursa, qoy yuxu olsun. Ancaq siz tərifini göyə çıxartdığınız bu həyatı mən intiharla söndürmək istəyirdim. Yuxum isə mənim yuxum. Ah, o mənə yeni, böyük, təzələnmiş, güclü həyat xəbərini verdi. Dinləyin. Demişdim, yuxuya birdən-birə getdim. Elə bil həmin o materiyalar haqda yuxuda da düşünürdüm. Birdən yuxuda gördüm ki, tapancanı götürüb oturduğum yerdəcə düz ürəyimə tuşlayıram. Başıma yox, ürəyimə. Axı mən əvvəldən gülləni hökmən başımdan vurmağı düşünmüşdüm. Özü də sağ gizgahımdan. Tapancanı döşmə dirəyib, sonra 1 ya 2 saniyə gözlədim. Birdən şamım da,
Masam və divar da qarşımda tərpənib yırğalanmağa başladı. Dərhal çaxmağı bastım. Hərdən yuxuda hündürlükdən yıxılırsınız. Ətinizi kəsir ya da sizi döyürlər. Amma heç vaxt ağrı hiss etmirsiniz. Həqiqətən çarpayda zədə almamışsınızsa, onda ağrıdan oyanırsınız. Mənim də yuxumda belə oldu. Ağrını hiss etmədim. Ancaq mənə elə gəldi ki, atəşim içimi yerindən oynatdı. Hər şey də birdən söndü. Hər tərəfimi dəhşət qaranlıq bürüdü. Elə bir lal kör oldum. Bir bərk şeyin üstündə uzanmışam. Gözüm heç nə görmür. Kiçik bir hərəkət belə də edə bilmirəm. Ətrafımda gedib gəlirlər, qışqırırlar, kapitan bağırır, sahibə ciyildəyir. Sonra ara birdən soruşur və artıq budur. Məni örtülü tabutda aparırlar. Tabutun yırğalanmağını da hiss edirəm. O haqda düşünürəm. Bu vaxt öldüyümə qəfildən təəccüblənirəm. Öldüyümü bilirəm. Buna şübhə də etmirəm. Heç nə görmür və tərpənmirəm. Amma bununla belə hər şeyi duyur və düşünürəm. Lakin tezliklə bununla razılaşıb, yuxuda adət edildiyi kimi həqiqəti dinməzcə qəbul edirəm. Budur. İndi məni yerə bastırırlar. Hamı gedir. Tək qalıram. Tamam tək. Tərpənmirəm. Qəbirdə necə bastırılacağımı əvvəllər təsəvvür edəndə qəbri həmişə rütubət və soyuqluğa bağlayırdım yalnız. İndi də hiss etdim ki, üşüyürəm. Əsasən də ayaq barmaqlarımın ucu donur, amma başqa heç nə hiss etmədim. Uzanmışdım. Qəribədir də ki, ölünün heç nə gözləməyə lüzum olmadığını mübahisəsiz qəbul edib heç nə gözləmirdim. Amma nəmişlik idi. Nə qədər vaxt keçdiyini, bir saat, bir neçə gün, yoxsa daha çox, bilmirəm. Birdən tabutun qapağından örtülü sol gözümə bir su damcısı düşdü. Bir dəqiqədən sonra onun dalınca ikincisi, daha bir dəqiqədən sonra üçüncüsü və sair və ilaxır. Hər dəqiqədən bir. Qəflətən ürəyimdə dərin hiddət alışdı və hiddətimdə fiski bir ağrı duydum. Bu mənim yaramdı, fikirləşdim. Və atəşdir, orada da güllə. Damcı isə elə hər dəqiqə örtülü gözümə damırdı. Birdən hərəkətsiz olduğumdan səslə yox, bütün varlığımla başıma gələn bütün bunların hökmdarını çağırdım. Kim olursan ol, gerçəkdən də varsansa və olduqlardan daha ağıllı bir şey varsa, onun burada da olmasına izin ver. Yox, gələcək varlığımın eybəcərliyi və yöndəmsizliyi ilə səfeh intiharından qisas alırsansa, onda bil ki, mənə verilən bu işgəncə heç vaxt və heç cür lap milyon il davam etsə də nifrətimə bərabər ola bilməyəcək. Çağırıb sustum. Dərin sükut bir dəqiqə davam etdi. Hətta yeni damcı da düşdü. Amma bilirdim. Sonsuz dərəcədə bilir və inanırdım ki, indi mütləq hər şey dəyişiləcək. Budur. Birdən-birə qəbrim aralanır. Daha doğrusu, onun qazılı basılmasını bilmirəm. Amma bir qara naməlum məxluq məni götürüb fəzaya qaldırır. Birdən gözlərim görməyə başlayır. Gecədən xeyli keçmişdi. Heç zaman, heç vaxt da belə qaranlıq görməmişdim. Artıq yerdən çox uzaqlardaydı. Məni aparan varlıqdan heç nə soruşmur, gözləyib fəxr edirdim. Özümü qorxmamağıma inandırırdım. Qorxmadığıma da heyrətlənirdim. Yadımda deyil, nə qədər uçduq, təsəvvür də edə bilmirəm. Hər şey yuxudakı kimi məkan, zaman, varlıq, şüur qanunlarından adlayıb, yalnız ürəyin arzuladığı nöqtələrdəki kimi baş verirdi. Yadımdadır, qaranlıqda bir kiçik ulduz gördüm. Bu Siriusdur. Heç bir sual vermək istəməsəm də, özümü saxlaya bilməyib soruşdum. Yox, bu, sən evinə qayıdarkən buludların arasında gördüyün ulduzdur. Məni aparan cavab verdi. Bilirdim ki, o bir növ insana bənzərdir. Qəribə işdi. Bu məxluqdan xoşum gəlmirdi. Hətta ona dərin nifrət bəsləyirdim. Gülləni düz ürəyimə vurmağımın səbəbi mütləq bir yoxluq əsəti idi. İndi isə bir canlının, əlbəttə, insan yox, amma mövcud olan bir məxluqun əlindəyəm. Elə çıxır ki, qəbirdən də sonra həyat var. Adətən yuxuda keçirilən yüngül təəccüb hissi ilə fikirləşdim. Qəlbimin mahiyyəti isə bütün dərinliyi ilə mənimlə idi. Bir də olmaq lazımsa, düşündüm. Yenə də kiminsə dəf edilməz idarəsi ilə yaşamalıyamsa, məni yenildib alçatmalarını istəmirəm. Bilirsən ki, səndən qorxmuram. Ona görə də mənə nifrət edirsən. Alçaldıcı sualdan özümü saxlayamayıb, birdən yol yoldaşıma buna etiraf edib, ürəyimdə aşağılanma sancısı keçirdim. O, sualıma cavab vermədi. Amma duydum ki, heç kəs mənə nifrət etmir, gülmür, hətta yazıqları da gəlmir. Yolumuzun da naməlum, sirli və tək mənə aid məqsədi var. Ürəyimdəki qorxu artırdı. Bilinməz bir bilgi səssizcə, lakin əzzabla susqun yoldaşımdan mənə ötürülür, sanki içmə yayılırdı. Tutqun və əsrarəngiz fəzada uçurduq. Tanış bürclər artıq çoxdan gözümə dəymirdi. Göyün dərinliklərində şölələri yalnız min və milyon illərdən sonra yeri gəlib satan ulduzların olmasını bilirdim.
Bəlkə bu fəzaları da uçub keçmişdik. Müthiş və haldan düşmüş hiss məni silkələdi. Birdən günəşimizi gördüm. Bilirdim, bu bizim yerimizi yaradan günəş ola bilməz. Günəşimizdən hədsiz uzaqdaydıq. Ancaq bunun bizim günəşin təkrarı və oxşarı olduğunu nədənsə bütün varlığımla anladım. Qəlbimdə şövqlə bir şirin, çağırıcı duyğu coşdu. Məni də yaratmış bir işığın doğma gücü ürəyimi diriltdi və həyatı, keçmişdəki həyatı, qəbrimdən sonra ilk dəfə duydum. Lakin bu günəşdirsə, bu tamamilə bizim günəşdəndirsə, qışqırdım. Bəs yer hanı? Yoldaşım da qaranlıqdakı zümrüd işığı saçan balaca ulduza işarə elədi. Düz ona sarı uçurduq. Kainatda belə təkrarlar mümkündürmü? Təbiətin qanunu doğrudanmı beləymiş? Orada da yerdirsə, görəsən o da bizim yer kimi tamamilə bədbəxt, yazıq, lakin əziz və həmişə seviləndir. Görəsən, bu yer də bizim yer kimi ən nankor evladlarında da özünə məşəqqətli sevgi yaradan yerdirmi? Tərk etdiyim əvvəlki doğma yeri olan heyrət dolu coşqun məhəbbətimdən həyəcanlanıb qışqırırdım. İncitdiyim o fağır qızcığazın sürəti keçdi ağlımdan. Hər şeyi görəcəksən. Kədərli səslə yoldaşım cavab verdi. Sürətlə planetə yaxınlaşırdıq. O, gözlərim önündə böyüyür, indi okeanı, Avropa çevrəsini seçirdim. Birdən-birə ürəyimdə qeyri-adi böyük, müqəddəs qısqanclıq hissi ürəyimi bürüdü. Belə təkrarlıq necə və nədən ola bilər? Mən, nankor mən, gülləni ürəyimə çaxıb həyatımı söndürərək qan damcılarım tökülən o yeri sevirəm və sevə bilərəm. Heç vaxt, heç zaman o yeri sevməkdən əl çəkməmişdim. Hətta bəlkə də o gecə onunla ayrılan məqam. Ola bilsin, onu əvvəlkindən də güclü sevirdim. Bu yeni yerdə əzab varmı? Bizim yerdə yalnız əzab və fəqət əzabdan dolayı əsl sevə bilirik. Başqa cür sevməyə bacarmırıq. Başqa cür sevgi də tanımırıq. Əzab çəkmək istəyirəm ki, sevim. Qoyub gəldiyim o yeri elə bu an göz yaşlarımla sulayıb öpmək istəyirəm. İstəmirəm. Başqa yerdəki həyatı qəbul etmək istəmirəm. Yoldaşım isə artıq məni tərk etmişdi. Birdən elə bil özümdən gizlin, cənnət kimi günəşli, füsunkarlı parlaq gün işığına düşdüm bu başqa yerdə. Bizim yerdə Yunan arxipelagını təşkil edən adaların və ya arxipelaqa bitişik qitənin sahil boy sahəsində durmuşdum sanki. Ah, hər şey bizdəki təkidir. Amma hər tərəf elə bil bir bayram yaşayır. Böyük, müqəddəs bir zəfər saçırdı. Mülayim, zümrüdvari dəniz sahilə ləpə vurur və elə bil şüurlu surətdə sevərək sahili yalayırdı. Olduqca gözəl hündür ağaclar, bütün zənginliyi ilə dayanmış, saysız hesabsız yarpaqları isə əminəm, məni öz asta mülayim səsi ilə salamlayır və sanki sevgi sözləri söyləyirdilər. Yaşıllıqdan ətirli çiçəklər saçırdı. Quşlar dəstə-dəstə havada uçur, qorxmadan çiyinlərimə, əllərimə oturur. Öz yumuşaq, titrək balaca qanadları ilə sevinə-sevinə mənə çırpınırdılar. Nəhayət, bu bəxtəvər torpağın insanları ilə tanış oldum. Onlar özləri yanıma gəldi. Başıma yığışdı. Məni öpdülər. Ah, onlar necə də gözəldirlər. Günəş evladları. Öz günəşlərinin evladları. Bizim yerdə insanda belə gözəllik heç vaxt görməmişdim. Bəlkə yalnız uşaqlarımızda, yaşlarının ən ilk çağlarında bu gözəlliyin zəif də olsa uzaq inkasını tapmaq olar. Bu xoşbəxt insanların gözləri nur, sifətləri şuurlu arxayınlıqla dolu bir məna saçırdı. Amma fərəhli idilər. Bu insanların sözlərində, səslərində uşaq sevinci duyulurdu. Ah, mən elə o andaca ilk baxışımdan hər şeyi anladım. Bu torpaq çirkinliklərlə murdarlanmamış torpaq idi. Onun üstündə günaha batmamış insanlar yaşayırdı. Onlar bəşər rəvayətinə görə günah etməmişdən öncə yaşayan əcdadlarımızın cənnətinə bənzər cənnətdə yaşayırdı. Bir fərqlə ki, buradakı torpağın hər qarışı cənnət idi. Bu üzü gülər insanlar mənə yaxınlaşır, məni oxşayırdılar. Öz yanlarına aparıb hər biri məni sakitləşdirməyə can atırdı. Oh, onlar məni sorğu-sualla tutmur, amma elə bil artıq hər şeyi bilir, üzümdəki izdirabı da tezliklə silmək istəyirdilər.